Nəfər gəlib Allah Rəsulunun huzuruna ərz edir. Ey Allahın Rəsulu, istəyirəm Allahın və sənin, Peyğəmbərin yanında sevimli olam, hörmətli olam, izzətli olam. Nə edim? Görün, Həzrət nə buyuracaq? Buyurur ki, o şey ki Allah və onun Rəsulu sevir, sən də sev. O şey ki Allah və Rəsuli onu sevmir, ondan düşmənçilik edir, sən də düşmən ol. Allah və Peyğəmbər kiminlə düşməndir, nə ilə düşməndirsə, sən də düşmən ol. Allah və Peyğəmbər kiminlə dostdursa, kimi sevirsə, nələri sevirsə, sən də o şeyləri sev. Belə etdiyin təqdirdə sən izzətli, hörmətli olarsan Allah yanında. Bu artıq ictimai siyasi bir vəzifədir. Təvəlli və təbərridir. Firuddin 2 maddəsi. Nə deməkdir? Allahı sev, Allah dostlarını sev. Allahın düşmənləri ilə düşmən ol. Bizə vacibdir bu. Nəinki istəsəm eləyərəm, istəməsəm eləmərəm. Namaz, oruc, xumus, zəkat, həc, cihad, əmr be məruf, nəhyəz münkər, təvəlli, təbərri, təvəlla, təbərra deyərlər, dürüfdür. Bu vacibdir. Namaz kimi, oruc kimi bizə vacibdir bu məsələ. Amma bu məsələnin xərci var. İctimai siyasi məsələlər. Çəkiləsən bir tərəfə, daim namaz qılasan, zikr eləyəsən, bir çox hallarda bunun xərci yoxdur. Amma gəlib yetişir məsələ, ictimai siyasi məsələlərə, düşmənçiliyə, məhəbbətə, nifrətə, ki, hədis buyurur ki, din məhəbbət və nifrətdən başqa bir şey deyil. Sənə vəzifədir ki, istəyirsən dindar olasan, bir çoxlarını sevəsən, bir çoxlarına nifrət edəsən. Amma axır zamanlar dini necə tanıtdırıblar? Hamını sev. Allah mərhəmət sahibidir. Allah bu cür məhəbbət eləyə. İrfan belə getdi, eşq belə gəldi. Bu məsələlərdən niyə danışmırlar xalqa? Ki, vəzifədir ki, bizlərə, möminlərə, bir çox adamlarla düşmən olaq. Bir çox adamlarla dost olaq. Əgər istəyirik təvəlli və təbərrimiz olsun. Bunun üçün yaxşı nə edək? Birinci iş, gərək düşmənşünas olaq. Ya Rəsulallah, fərzən istəyirik bunu eləyək. Fərzən ona görə çox adam istəmir axı eləyək. Fərzən. Fərzən kimsə istəyir bunu eləyək. Çünki hər adam Allaha xatır düşmən olmaz. Tarix bunu bizə göstəribdir. Çox az insanlar, ilahi övliyalar, qeyrətli insanlardır ki, Allaha xatır düşmən olurlar. Çox adamlar üst saxlayar. Haqq sözü belə demir, düz sözü deyə bilmir ki, birdən deyərəm qəlbinə dəymə, deyər. Birdən deyərəm mənlə pozular. İndi bu adam pozulsa bu bir çox şeyləri əldən verə bilər. Allaha xatir ümumiyyətlə yaşayan adamlar çox azdır. Bir çoxları xalqa görə yaşayır. Xalq nə deyər, cəmaat nə deyər, filanı necə oldu. Allahı unudublar çoxları. Bir çoxları Allahı unudublar. Məsuliyyət hiss eləmirlər Allah qarşısında. Fərzən istəyir indi bir adam Allaha xatir, dost ola, Allaha xatir düşmən ola. İndi istəyir bunu eləyəm. Dedi, Hacı Cümədə danışdı, mən də istəyirəm bunu eləyəm. Birinci iş nədir? Gərək Allah dostların və düşmənlərin tanıya. Yaxşı, kimdən istəyirəm dost olam, onu bilə. Kimdən istəyirəm düşmən olam, savaşam, ona nifrət eləyəm. O adamlar ki, Allahın düşmənidir, gərək sənə düşmən ola. Kimlərdir? Dinin düşmənləri, şəriətin düşmənləri, Peyğəmbərin düşmənləri, Əhl-i Beytin düşmənləri, ədalətin, haqqın düşmənləri, vilayətin düşmənləri, mərcəiyyətin düşmənləri. O adamlar ki, əksi, Allah dostudurlar. Sadaladığımın tam əksi sənə dostdular.
Yaxşı, zahirdə, bugünkü gündə ən böyük düşmən kimdir? Ən böyük düşmən İsraildir. Ən böyük zalim İsraildir, Amerikadır, dünya səviyyəsində. Çoxdur ya, zalimlər, diktatorlar, zülm eləyənlər çoxdur. İndi ən böyüksündən danışırıq. Quran özü Allah düşmənlərini tanıtdırıbdır və lənətləyibdir. Açıq aşkardır, bu gizli bir şey deyil. Sadəcə olaraq istəyib və tanış olmaq lazımdır. Əvvəl bir şey istəyirsən, sonra gəlib tanış olursun. Sən istəyirsən Allah dostlarını tanıyasan, Qurana müraciət elə. Peyğəmbər hədisinə, Nəhcül Bəlağəyə müraciət elə, Allah dostlarını tanı. İstəyirsən Allah düşmənlərini tanıyasan, yenə də Qurana müraciət elə, Peyğəmbər hədislərinə, Nəhcül Bəlağəyə müraciət elə, Allah düşmənlərini də tanı. Çünki standartlar, göstəricilər, normativlər veriblər bizlərə. Zalimlər Allahın düşmənləridir. Və ən böyük zalimlər, zülmün ən bariz nümunəsi hazırda Qəzzədə, Beyrutda, Livanda, Şərqidə baş verir. Və ən böyük zalimlər İsrail və Amerikadır. Sən istəyirsən Allaha xatir düşmən olasan, düşmənçilik eləyəsən, Allahın düşmənləri ilə düşmənləri tanıtdırır. Sən istəyirsən Allaha xatir dost olasan, qarşı cəbhə kimlərdir? Hizbullah, Allah qoşunu. Bu zalim qüvvələrlə savaşanlar haqq cəbhədir və Allah dostlarıdır. Sən hazırda Allah dostlarını da tanıyırsan, Allah düşmənlərini də tanıyırsan. Qalır indi icra, əməl. Sən kimin yanındasan? Kimin dostusan? Kimi sevirsən? Əgər Allah dostlarını sevirsən, haqq əhlini sevirsən, Allah yanında məhbubsan, sevimlisən. Əgər yox, zalimləri təsdiqləyirsən, zalimləri bəyənirsənsə, Allahın düşmənisən.